Rəvanə Abdullayeva, xoş gördük sizi və bu günlərim Şirvan şəhərinin Apellyasiya məhkəməsində proses getdi və o proseslə bağlı sizdən soruşaq. Necə oldu birinci məhkəmə prosesi? Şirvan məhkəməsində qəşəng keçdi, şükür Allaha yaxşıdır. 2 həftə verdilər, ayın 1-nə təxirə salındı. İndi görək inşallah yaxşı olar. Qərar bizə tərəf verilir. Mən istəyirəm ki, bu işə düzgün baxılsın. Uşaqlarınızın neçə yaşı var? Uşağımın birinin 8, birinin 7 yaşı var. Yəni mən istəyirəm ki, aniyasında uşağın az yaşlıdır. Biz dünənləri getdik ki, uşağımızı görməyə. Harda xanım? 49 nömrəli məktəbin yaxınlığı şəhərində, Bakı şəhərində. Getdik, yaxınlaşdıq uşağımızı görmək üçün bacımla. Getdik görməyə. Biz istədik uşağımıza yaxınlaşaq, görək də, qucaqlayaq uşaqdır da, bizim körpəmizdir, odur, biz də anıyıq. Görmək üçün getdik. Bu bizə Polad yaxınlaşdı, bizi tutdu, iki bacı ikimizin. Polad yoldaş, keçmiş yoldaşım. Piriye Polad mənə yaxınlaşdı, bacıma yaxınlaşdı. Ona bir yumruq mənə saçımdan tutdu, sürüdü. Bacımın da uşaqları, 2 uşağı yalvardı ki, ana bizi də apar. Biz görüşmək üçün getmişdik. O yalvarandan sonra üstünə getdilər, bacımın üstünə qaçdılar. Bacım da dedi, mən anıyam, ürəyi dözmədi. Uşağın götürdü, getdi. Amma mən onların əlindən çıxa bilmədim. Mənim tutdu saçımdan, mənim uşağım qucaqladı məni, möhkəm qucaq. Ana başına dönüm, məni də apar. Yalvardı, yaxardı. Dedi, Rızagil getdi, ana məni də apar. Vəkilimi gətir, onu gətir, məni apar. Tutdular, sürüdülər uşağı da beni, tutdular. Demə, ala bilmədim uşağımı. Atam gil bizə işgəncə verir. Özü də deyə bilər. Mən ağladım onun qabağında. O ağladı, ana məhkəmə nətər eləyəcək, mən qərarı orada deyəcəm ki, mən səni istəyirəm, anamı istəyirəm. Atam bizə orada məktəbə aparanda dəfələrcə demişik ki, Rıza gəl maşından atlanaq, bizi qoymadılar, bizi qoymurlar, kilitləyirlər maşının qapısını ki, biz buradan atlanmayaq. Ya bir yerdə otururlar söhbəti, Rıza gəlib deyir, ana biz evdə oturduq, ikimiz Rıza ilə Əziz oturublar ki, söhbət eləmək üçün, nətər eləyək, necə eləyək, məni zülümlə müəllimlər orada məcbur Piriye Poladın əlindən aldılar, uşaq da qucağımda, uşaq beni yapışıb qucağımdan. Zülümlə əlindən aldılar, çəri atdılar. Dedi, ölmək istəyirsən, aldılar, çəri apardılar. Çəri apardılar, şöbədən çağırıldı, polislər, biz 102-yə zəng elədik ki, yəni biz də ölürük də, gəl kömək eləyin. Biz zəng elədik, gəldi, 102 gəldi, apardı, biz araşdırdı, izahatı verdik, biz oradan biz də ölmüşük, biz işgəncə görmüşük qarşı tərəfdən, uşağı görmək üçün getmişik sadəcə. Şükür İbrahim Sarbaloğlu, Cəllabad rayon Azərbaycan küçəsi, ev 29-da yaşayıram. Sadəcə olaraq bunun həyat yoldaşının qardaşı, qaynıdır, Rəvanənin qaynı mənə şəkil göstərib, kimdənsə şəkilimi alıb, mənim şəkilimi göstərib, aparıb başqa qızla şəkilim olduğuma görə bu şəkildir. Göstərdiyinə görə qaydı mənə deyib ki, mənə də məhkəməyə çağırıb, məhkəmə deyib ki, bu şəkil bunu tanıyırsan bu qızı. Çönüb arxaya məhkəmə məni qoymayıb baxmağa, baxsaydı əlbəttə ki, deyərdi ki, bu qızdır, həmin qızdır. Sadəcə olaraq mənim özümə də, Rəvanəni qoyaqıra, mənim özümə də haqsızlıq ediblər. Mənim çox özümə, Cəllabad rayon məhkəməsi mənim özümə də haqsızlıq edib. Sadəcə olaraq vətəndaşı mən özüm görməliyəm. Bəlkə də adam yoxdur, məni yoxlamaq üçün, sınamaq üçün çıxardıbsınız bura. Sizdən artıq dərəcədə xahiş edirəm. Mən dedim, bir 2 gündə Şirvan şəhərinin Apellyasiya məhkəməsindəyəm. Məhkəmə görə indi hakim nə qərar çıxardacaq, biz qanun qarşısında hamımız ilə adüzük. Yəni qanun nə olacaq, o da elə olunacaq. Sizdən artıq dərəcədə xahiş edirəm, bu işi ciddi yanaşdırasınız. Yanaşasınız ki, bu iş düzgün aparılsın. Düzgün aparılmayacaq, mən prezidentə yazacağam, Mehriban Əliyevə yazacağam, baş nazir Əli Həsənova yazacağam. Yəni dövlət nümayəndələri qanunla, ciddi rüşvətxorluq yox, qanunla, rüşvətsiz kim qanunla iş görürsə mən onlara yazacağam. Sizdən artıq dərəcədə xahiş edirəm, mənim bu işimə düzgün baxılsın. Polad mənə başqa bir şəkil atıb, və bu mənim Rəvanə ilə şəkilim var. Mən də Rəvanəni tanımıram. Rəvanə də onun yoldaşıdır. Rəvanə onun yoldaşıdır, mən onu tanımıram. O birincisi, o özü pis adamdır, ifadəmə görə üzr istəyirəm, mındar adamdır ki, arvadının şəklini gətirib mənə görsədir. Bu bir, ya da gəlininin şəklini mənə gətirib görsədir. Bu bir, ikincisi də ki, o şəkil o şəkildir, başqası ilə mənim şəklim olub, gətirib məni hakimə verib, hakim məni çağırıb, bunu tanıyırsan, çönüb arxaya baxmamışdı, istəmişəm, demişəm ki, görüm elə həmin adamdır, hakim də qayıdıb deyib ki, baxma da, bəs eləyir, çıx çölə. Bu işi bir necə qanunsuz olmazaq, qanun var, cənab prezidentin çıxartdığı sərəncam var. Qanunda yalan danışan da özü məsuliyyətə cəlb olunur. Mən yalan danışmıyorum, sadəcə olaraq siz məni vadar edirsiniz, mən yalan danışmışam.
Mən elə çıxır ki, siz şəkil başqa adam. Hə, Şəkil başqa adamdır, Şəkil başqa adamdır. Bu sadəcə bu qızın da adı Rəvanədir. Ancaq bu qız o qızdır. Rəvanə xanım haqqında nə deyəsiniz? Rəvanə xanımı mən bir kətçi kimi tanıyıram. Bu namuslu qiriyyətdir. Mənim qohumum yadımda deyil. Sadəcə olaraq mənim dədə kətçilərimdir. Sadəcə olaraq mən elə bir şey olsa, mən onun naxarı kətdə bilərdim ki, məsələn bunun bu işləri var. Onda elə bir şeyləri mən görməmişəm. Kətdən də maraqlana bilərsiniz. Gülməmmədli kəndidir. Cəllabadın Sabitlidir, Üçtəbədir, Gülməmmədlidir. Bozayra. Oradan da maraqlanan heç bir onun problemi yadı yoxdur. Fəhləçiliklə onun qapısında gedib kartof əkir. Bunun qapısında noxud edir. 10 manat, 15 manat qazanıb balalarını yedizdirir. Ondan başqa mən heç zət deyən bilmirəm. O da namuslu qiriyyətli qızdır. Əxlaqsız kim ona deyirsə, əxlaqsız siz də məni bağışlayın. İfadəmə görə üzr istəyirəm, əxlaqsız özüdür. Abdullayev Adiləm, Gülməmmədli kəndinin ikiz qızlarım, Üçtəpə kəndinə gəlin köçü. Onlar heç o evdə normal ailə kimi yaşamayıblar. Allahın onlara bir zaksını eləməyiblər də, yəni bir zaksları da olmayıb. Cənab Vilayət Eyvazov, nazirimiz, gözəl nazirimiz, uşaqlar anasında olmalıdır, az yaşlıdır. Nə olsun, uşaqlar anasınındır. Gedin, sərəncam verəcəm, uşaqları analarına qaytaracaqlar. Məktəbdən çıxanda biz uşaqları, anaları görsün. Oğul Ağzada getməmişdik. Uşaqlar, nəvəm Əziz, İrza, Nazilə. Polad öz oğlunun əlindən tutmuşdu, onlar arxada qalmışdı. Qaçdıqca uşaqların üstünə görürsə, öpüşə uşaqları görmür. Yox, uşağı mən saxlamışam, biz saxlıq, məndən qalıyıq uşaq. Qışqırdılar, nənə deyibən, ana deyibən, İrfanənin balaları qaçdı üstünə, onları tutduq, götürdük, atdıq taksilə getmişdik, apardım taksi maşınına. Özü dedi də. Hə, uşaq özü dedi, ana başıya dönərəm, nənə başıya anasına dedi, ana başıya dönərəm. Mənə buradan bütün ən marvatları mənə incidik. Məni vurur, məni yuyundurar, nə bilim, məni vurur. Abdullayev Rəvanə İlham qızın apellyasiya şikayətinə baxıldı. Rəvanənin apellyasiya şikayətinə baxıldı. Apellyasiya şikayəti məhkəmə kollegiyasının tam hər tərəfli və obyektiv araşdırma aparıldı. Yəni vəsatların təmin olunması ilə qədər və bəzi sübutların yenidən məhkəmə təqdim edilməsi ilə qədər işin baxılması 01 may 2025-ci il tarixə təyin olundu. Hesab edirəm ki, hörmətli məhkəmə kollegiyasından hər tərəfli tam və obyektiv araşdırılmış qərar qəbul olunacaqdır.